Marneulli idmançılar MMA üzrə ləyaqətli və effektiv çıxış nümayiş etdirdilər. Ramil Elçiyev Gürcüstan çempionatında qızıl medal qazandı. Eyni qrupda çempion Kərəm Hacıyev və MMA üzrə 3-cü yeri tutan Raul Elçiyev də var. Bu isə komandanın sabit və peşəkar fəaliyyətinə işarət edir. Çempion artıq təlim məşqlərini başa vurub. Tezliklə Serbiyanın Belqrad şəhərində keçiriləcək beynəlxalq MMA turnirində iştirak edəcək. Biz Gürcüstan çempionatı turnirində olduq. Lisenziyalı turnir idi. Kərəm Hacıyev birinci yeri tutdu və Serbiyada keçirilməsi planlaşdırılan Avropa çempionatına lisenziya qazandı. Raul Elçiyev isə 3-cü yeri tutdu. Avropa çempionatına gedə bilməyəcək. Bu uşaqlar üçün çox ciddi bir nailiyyətdir. Gördüyünüz kimi Gürcüstan MMA baxımından ciddi bir ölkədir. Mən fəxr edirəm ki, bu uşaqlar Marneuldəndir və biz onların arxasındayıq. Mən Raul İsmayılovam, 17 yaşım var. Gürcüstan çempionatında ilk dəfə 17+ kateqoriyasında iştirak etdim və orada 3-cü yeri tutdum. Gələcək məqsədim MMA üzrə dünya çempionu olmaq və bu sahədə yaxşı karyera qurmaqdır.